Salam, hər vaxtınız xeyir olsun. İnşallah ki, gözəl günləriniz açılsın. Bugün gözəl xəbərlər eşidəsiniz. Allah Taala ruzili bərəkətli etsin. Bugün mən bacımgilə, biz bacılar yığışdıq, qonaq getdik və mən onu biraz sizinlə paylaşmaq istərdim. Ümumiyyətlə, bacı yaxşı bir şeydir. Bacılar yaxın olsa daha yaxşı olar. Yəni, ümumiyyətlə, özüm gördüyümdən deyirəm, biz bacılar bir-birimizə uzaq qalırıq. Amma qəlbimiz bir-birimizlə həmişə döyünür. Getdik, biz bacılar, keçdik mətbəxə, biş-düş elədik. Yəni, bunların mən azını sizə çəkmişəm. Müəyyən videolar var idi, amma üzünüz düşürdü deyə onu paylaşa bilmədim. Biş-düş etdik, kömək etdik, yeməklər bişirdik, oturduq, yedik, içdik, dedik, güldük, biraz da söhbətlər etdik və sonra qayıtdı hərə öz evinə. Amma çox maraqlı oldu. Çox həqiqətən də insan belə söhbətlərə, belə doğmaları ilə ünsiyyətə həqiqətən çox ehtiyacı olur. Çünki gündəlik işimiz, məktəblər, uşaqlar, məktəb problemləri, qayğılar, yəni bunlar elə bilirəm insanı qocaldır, yəni zehnini qocaldır, valla daxilən qocaldır. Amma belə gündəlik doğma insanları görmək, demək, gülmək, biraz söhbət etmək insana xoş olur. Bacım qızı ilə mənim ad günüm idi deyə bacım bizə sürpriz etdi. Bir də baxdım ki, tort bişirib bizə gətirir. Yəni orada maraqlı çəkilişlər oldu. Əlbəttə üzümüz düşür deyə heyf ki, mən onu paylaşa bilmirəm. Belə. Yəni sürprizimizi də aldıq, tortumuzu da yedik. Dedik, güldük və hərəmiz öz evimizə dağılışdıq. Çəkə bilmədim. Toyuq qızartmışdı bizim üçün. Sonra badımcan dolması etdi. 3 bacı dolması dedi. Elə siz gəlməyinizə görə mən bu dolmanı mütləq bişirməliyəm. Belə. Əlbəttə ki, mən biraz qıraq işləri gördüm. Bacım əsas işləri o bir bacılarım gördülər. Mən biraz qablar yudum, amma çəkə bilmədim. Bacım özü çox, necə deyim, qabiliyyətli qızdır. Yəni özü tortlar bişirir, tortlar satır, öz səhifəsi var. İstəsəz səhifəsini də sizinlə paylaşaram. Bu tortu da mənim üçün və bacım qız üçün bişirmişdi. Belə bir çips almışdım. Hər deyən çips alan deyiləm. Uşaqlar istədilər, endirimdə idi. Dadını deyərdim ki, elə də yaxşı deyil, acıdır və yəni əsl Leysin dadını vermir. Amma üstündə paprika səpiblər, yəni qırmızı istiot və özü də yaşıl rəngdədir. İstədim sizinlə paylaşım. Sağ olun, abunə olmağı unutmayın, like edin. İnşallah görüşərik.